Salam, missiyanın bugünkü buraxılışı qədim yol oyunlarının təbliğində əvəzsiz missiyanı həyata keçirən Atçılıq Federasiyasının uğurlarına həsr olunub. Qonaqlarımız isə Xanlar Qafarov və Elvina Vəlişevadır. Necəsiz? Salam, xoş gördük, çox sağ olun, yaxşı olasınız. Xalqımızın igidlik, cəsarət, cəsurluq təcəssümü sayılan bu idman növünə sevginiz hardan qaynaqlandı? Əslində, atlara qarşı sevgim uşaqlıqdan yaranıb. Həmişə kinolara baxırdım və istəyirdim ki, atım olsun. Sonra belə bir işdə işləyirdim, sirkdə işləyirdim və uşaqlar orada işləyirdi. Mən orada onlarla tanış oldum. Ondan sonra dəvət elədilər işləməyə və çox həvəsim var idi, həddindən artıq. Tez bir müddətdə də öyrəndim. Düzdür, çətin işdir, amma qürur verici bir işdir. Təbii ki, Qarabağ atları ilə işləmək. Bəs sizdə? Atlara sevgim elə uşaqlıqdan var. Biz özümüz kənddə böyümüşük, atımız olub. Təsərrüfatla işlədiyimiz dövrdə də atlarımız olub. Sonra elə oldu ki, bu işə başlayası olduq Atçılıq Federasiyasında 2012-ci ildən. Bu daha rəngarəngli bir iş oldu, fərqli bir şey oldu. Burada biz ata necə yanaşmaq lazımdır, atla hansı formalarda istifadələr eləmək olar, onları öyrəndik, bir çox şeylər öyrəndik. Və bildiyiniz kimi indi bir çox xarici ölkələrdə öz ölkəmizlə bir çox tədbirlərdə iştirakçımız olub. Qarabağ atları ilə işləmək tam fərqli, tam gözəl bir rəngarəngli bir işlərdən biridir. Bəs niyə məhz bu idman növünə marağınız yarandı? Əslində bu idman növünə olan sevgim oradan yarandı ki, burada atla insanın bir-biri ilə başa düşüb işləməsidir. Məsələn, atın üzərində hansısa bir hərəkəti edirsən, həmin zaman atı sən idarə eləmirsən. At özünü idarə edir və səni başa düşür. Ən çox buradan yaranıb maraq. Bu idman növü, əslində mən atçılığa gəlmək istəyirdim, atlarla məşğul olmaq istəyirdim, amma heç vaxt qismətimdə olmayıb. Elə işlədiyim yerdə elə qismətim var imiş, heç bir həvəsim çox var. Həm də uşaqlıqdan idmanla məşğul olduğuma görə akrobatika ilə və söhbətim yarandı. Bəs siz nə edirsiniz atın üzərində? Dedilər ki, akrobatik hərəkətlər işləyirik. Ona daha bir həvəs. Sonra getdim, evdəkilərə dedim, bəs belə bir iş təklifi aldım. Evdəkilər dedi ki, bəs istəyirsənsə, başlaya bilərsən, icazə var. Sonra yaxın gəldim, işdən danışdım və atları göstərdilər mənə atları, bəs burada necə məşğul olurlar və daha da belə həvəsim artdı. Hər gün istəyirdim məşq eləyim, hər gün istəyirdim öyrənim. Adrenalin bir hissdir bu. Sürətlə işləyirsən. Başqa idman növləri də təhlükəlidir. Heç bir idman növü, elə bir idman növü yoxdur ki, təhlükəli olmasın. Sadəcə burada, belə deyək, necə deyim, ən yüksək təhlükədir. Çünki biz atın üzərində akrobatik hərəkətlər eləyirik və hər bir hərəkətinə öz çətinliyi var. Ona görə də bu daha gözəldir. Həm də yəqin ki, ailənizin dəstəyi sizə daha da motivasiya olur. Təbii ki, uşaqlar köməkli elədi, öyrənməyə. Ona görə bu daha yaxşıdır. Azərbaycan Atçılıq Federasiyasının həyata keçirdiyi bu şərəfli missiya təbii ki, bizim dövlətimizin vizit kartıdır, belə deyək. Və istəyərdik ki, böyük yarışlarda, şücaət göstərdiyiniz böyük yarışlarda keçirdiyiniz hissləri öyrənək. Belə bir haldır ki, orada bir çox xarici ölkələrdə tək özünü deyil, Azərbaycan xalqını, Azərbaycanın milli adət-ənənələrini təmsil edirsən. Bu çox sevindirici və qürur verici hallardan biridir. Böyük Britaniyanın Windsor şəhərində Azərbaycan bayrağını dalğalandırmaq, məncə də daha bir qürur verici hallardan biridir. Məsuliyyətdir, şərəfdir. Əlbəttə. Başqa ölkəyə getmək təbii ki, böyük bir hissdir. Qarabağ atları ilə orada çıxış eləmək və ən əsas da
yəni Böyük Britaniyada, Windsor şəhərində çıxış eləmişik dəfələrlə. Ondan sonra İstanbulda, St. Moritz-də Azərbaycan bayrağımızı dalğalandırmışıq və çox böyük bir qürur hissidir həqiqətən. Yəni hər Azərbaycan bayrağı dalğalandı. Tək mənim üçün deyil, bütün bizim qrupamızın, Süvarilən qrupasına, yəni çox böyük bir qürurdur. Yəni çıxış eləyəndən sonra biz daha doğrusu yəni əsas çıxışdan qabaq fikirləşirik ki, əsas heç kim yıxılmasın, əsas heç kim at büdrəməsin. Amma şükür Allah, yəni bizim işimizdə yəni zəmanət yoxdur. Amma şükür Allah hər bir şey yəni bu günə qədər yaxşı olub. Yıxılan da olub, duran da olub, amma yəni necə deyim sizə? Nəticə ürəkaçan. Nəticə bəli, yəni ayaq üstə olmuşuq və tədbirimizə davam eləmişik və çox böyük bir qürur hissidir həqiqətən də. Siz belə böyük əzmlə, məsuliyyətlə yanaşdığınız üçün bundan sonraki yarışlarda da inanırıq ki, uğur sizlə olacaq. İnşallah, çox sağ olun. Novruz bayramı el şənliyində bu qədim el oyunu igid oğullarımız, cəsur xanımlarımızın ustalığı ilə nümayiş olunur. Bu bizim artıq adətimizə çevrilir. Biraz da bu ənənələr haqqında istəyərdik fikirlərinizi alaq. Hətta bu hisslər düşünürəm ki, bizi uşaqlıq illərimizə də aparır. Novruz bayramı ilə əlaqədar mən onu deyə bilərəm ki, bizim xanımlarımızın özünün at minməsi, at çapması, o at belindəmin şahidləri göstərməsi, o bizim
tariximizdən, milli ənənələrimizdən gəlmə bir şeydir. Onu bu gün də davam etdirirlər. Yüksək səviyyədə öhdəsindən gəlirlər. Bu da bizim bir milli ənənəmizdir kimi qəbul edirik. Çünki atdan bəhs eləyəndə insanların şuurunda, insanların düşüncəsində milli element canlanır. Bizim ənənələrimiz əslində uşaqlıqdan var, tariximizdən var. Yəni uşaqlıqdan biz bunu ənənələri görmüşük, at belində, bayram şənlikləri. Mən şadam ki, həmin ənənələrin təbliğində mənim də bir rolum var. Biraz da bizim qürur verici yarışlardan hesab olunan Cıdır düzü yarışlarından danışaq. Bəli, bu hər iki hadisə bizim üçün daha önəmlidir. Həm Böyük Britaniyada çıxışlarımız, həm Cıdır düzündə çıxışlarımız. Cıdır düzündə olan çıxışımız tam fərqli, tam həyəcanlı idi. Orada ölkə başımızın qarşısında çıxış eləməyimiz, Qarabağ atlarının Qarabağda, Cıdır düzündə çıxışları, orada onların qaçışları, sevincləri, atlar üçün də, bizim üçün də öz doğma yurdumuza qayıtmağımız tam əla idi, yəni, super idi. Onu danışmaqla izah eləmək mümkün deyil. Elvina xanımın gözləri yaşardı. Bəli, yəni çünki Xanlar bəy demişkən, yəni Böyük Britaniya çıxış eləmək başqa bir hissdir, amma 44 günlük müharibə oldu. Nə qədər şəhidlər itirdik, Allah rəhmət eləsin. Qalanlara Allah can sağlıq versin və olan sayəsində biz orada rahatçılıqla bugünkü gündə hamımız gəzirik. Qarabağ atları ilə şükür Allaha, yəni torpağımıza qayıtmışıq və çıxış eləmişik. Çox böyük bir hissdir. İlk dəfə yəni ölkə başçısının qarşısında çıxış eləməyimiz çox böyük bir qürurdur və sevincli bir hissdir. Yəni sözlə onu ifadə eləmək olmaz. Yəni sadəcə o hissləri yaşamaq lazımdır. Yəni o çox başqa bir şeydir. Ağdamda da çıxış eləmişik. Digər ölkələrdən ölkə başçıları da gəlmişdi. Onların qarşısında çıxış eləmişdik. Orada çox yəni böyük bir hissdir. Orada da Azərbaycan bayrağımızı dalğalandırdıq. Şuşada, Cıdır düzündə də Azərbaycan bayrağını dalğalandırdıq. Yəni inşallah dağa da gedək. Dağa da möhtəşəm bir daha möhtəşəm çıxış edək inşallah. Atçılıq idmanı aristokrat idman növü sayılır və istəyərdik ki, xarici səfərlərdə, yarışlarda olan ənənələr, kübarlıqla milli elementlərin oxşarlığı və fərqlərini də biraz müzakirə eləyək. Hər bir idman növünün incəliyi var, yəni belə deyim. Məsəl üçün Londonda orada necə deyim, xanımlar atın üzərində bir tərəfli otururlar, korolyevalar kimi, kraliçalar kimi. Yəni bizdə məsəl üçün o idman növü yoxdur. Bəli. Sonra konkur və bizim idman növü tam yəni başqa necə deyim, incəliyi söhbəti var orada. Yəni orada həm hündür atlardır, həm tullanmalar olur, həm işlətmə qaydası, orada daha çox incəlik tələb eləyir o konkur idman növü. Məsəl üçün, amma əsas odur ki, biz ora gələndə, yəni hər bir kəs, yəni tribuna dolur və o deməkdir ki, yəni bizim çıxışlarımız, bizim Qarabağ atları hər bir kəsə daha maraqlı gəlir. Yəni başqa idman növlərindən belə deyək. Atlarla münasibətlərinizi necə uyğunlaşdırırsınız? Onların dilini necə başa düşürsünüz? Necə sizə alışırlar? Bu haqda da biraz şəxsi yanaşmalarınızı, fikirlərinizi, bəlkə də rituallarınız var. Onları bilmək istəyərdik. Atlarla yanaşma tərzimiz tam fərqlidir. Yəni münasibətimiz çox qəşəngdir, normal, çox əla bir-birimizi başa düşürük. Yəni atın günlük pozitiv olmağı və yaxud da onun hər hansı bir narazılığı olmağını biz ona yaxınlaşanda görürük, hiss edirik. At elə bir heyvandır ki, o öz üzərində olan insanı hiss edir. Yəni onun qorxduğunu da hiss edir, qorxmadığını da hiss edir.
Atlarla işləmək çox rahat, çox necə deyim, belə rəngarənglidir. Yəni sən ata izah etdiyi bir at başa düşür. Maraqlıdır. Başa düşür və onu sənə qaytarır. Və ondan insan özü də ləzzət alır ki, yəni mən bunu öyrətdim, başa düşür və sənə cavab olaraq qarşılığını verir. Atın münasibətlər deyəndə ata olan bizim qulluğumuzdan deyərəm mən münasibətimiz. Yəni onu biz təmizləməmiş getməliyik. Onu biz səhər gələndə ilk olaraq baxmamış əynimizi dəyişməliyik. Münasibətlərimizin hamısı buradan başlayır yəni. Və sizin üçün? Xanımlar daha çox elə bir fədakardırlar, mən belə düşünürəm. Xanımlar daha çox sevgi verməyə meyillidirlər, düşünürəm. Bəli, zaten yəni kişinin və qadının fərqi var sevgidə. Və ata qarşı sevgi tam başqadır. Əlbəttə ki, sən atı hiss eləməlisən ilk öncə. Yəni sən necə deyim, o sənə güvənməlidir. Yəni sən onu döyməyəcəksən, vurmayacaqsan, heç bir şey eləməyəcəksən. O sənə güvənməlidir. İlk öncə güvəndir. O sənə güvəndən sonra, yəni sən onun üstündə hərəkətin sonunda ya markov verir və yaxud alma verir, ya qənd. Yəni, o bildi ki, mən bu hərəkəti yaxşı elədiyim üçün, yəni daha dəcəllik eləməsin, yəni belə deyək. Çox sağ ol, yəni mənasında, bəli. Çox sağ ol mənasında, yəni başa düşür onu. Həm də gəlib təmizləməkdir, daramaqdır, adi məşq olmayan günləri çıxardıb gəzdirməkdir, otlatdırmaqdır. Yəni bu şeylər də yəni əsasda önəmlidir. Bugün Atçılıq Federasiyasının uğurlarından danışdıq və hər ikinizə bundan sonraki bütün yarışlarda uğurlar arzulayırıq. Çox sağ olun. Çox sağ olun, təşəkkürlər. Please welcome the dancers, musicians, riders and horses from the Republic of Azerbaijan.